bünövrənin qazılmasından, yoxsa betonun tökülməsindən? Əlbəttə ki, xeyr. Salam aleykum dostlar. Geodeziya Sadə İzahla kanalına xoş gəlmişsiniz. Mən Elşən Bayramlı, tətbiqi geodeziya üzrə mütəxəssisəm. Sizə ən qədim və ən şərəfli elm haqqında danışmaq istəyirəm. Yəqin ki, hamınız dünyada və respublikamızda aparılan tikinti quraşdırma işləri ilə hər gün rastlaşırsınız. Hündür mərtəbəli binalar, uzun və hamar yollar, nəhəng körpülər, dəmir yolları, fabriklər və zavodlar bunlara misal ola bilər. Sizcə bütün bu mürəkkəb mühəndislik möcüzələri ilk olaraq hardan başlayır? Bünövrənin qazılmasından, yoxsa betonun tökülməsindən? Əlbəttə ki, xeyr. Hər hansı bir tikinti başlamazdan əvvəl ortada hələ bir mismar belə yoxkən görülməli olan ən vacib iş var: ərazini tanımaq. Memar binanı harada yerləşdirəcəyini bilməsi üçün ona ərazinin rəqəmsal surəti, yəni xəritəsi lazımdır. Hər bir daşın, ağacın, obyektlərin, dağların və təpələrin yerini və dəqiq hündürlük fərqlərini santimetr dəqiqliyi ilə bilməlidir. Xəritə səhvdirsə, deməli layihə də səhvdir. Tikinti prosesi başlayanda isə iş daha da ciddiləşir. Bir binanın sütunu cəmi bir neçə santimetr kənara qaçsa və ya körpünün iki tərəfi ortada birləşməsə, bu böyük bir fəlakət deməkdir. Bəs tikinti meydançasında hər bir nöqtənin öz yerində olmasına kim zəmanət verir? Kim hər gün üç ayaqlı bir taxta üzərində yerləşən cihazdan baxaraq və yaxud əlində dəmir çubuq tutub, gəzdirərək, millimetrlərlə hesablama aparıb, bura düzdür, bura səhvdir, kim deyir? Bax, bütün bu dəqiqliyin arxasında duran, dünyanı ölçülərə sığdıran bir elm var. Bütün bu işləri layihədən tutmuş sonuncu daşın qoyulmasına qədər olan o dəqiq ölçmələri geodeziya elmi yerinə yetirir. Bu məsuliyyətli işi icra edən peşə sahiblərinə isə biz geodeziya mütəxəssisləri və ya geodeziya mühəndisləri deyirik. Gəlin baxaq görək geodeziya nədir? Onun haqqında nə bilirik? Yaxın oturun, başladıq. Geodeziya qədim Yunan sözü olub, geo yer, deziya ölçürəm, bölürəm və yaxud hissələrə ayıram deməkdir. Əgər geodeziyaya qısa tərif versək, belə deyə bilərik. Geodeziya yer kürəsinin formasını, ölçülərini, qravitasiya sahəsini, habelə xalq təsərrüfatının ehtiyaclarını ödəmək üçün ərazinin xəritə, plan və profillərini əldə etmək məqsədi ilə onun səthi üzərində aparılan ölçmələri öyrənən elmdir. Geodeziyanın tarixi. Tarixi məlumatlara görə insanlar yer üzərində ölçmə işləri ilə eramızdan əvvəl 30-35-ci illərdən məşğul olmuşlar. İnsanların yaşayış sahələrinə tələbatının artması, torpaq sahələrinin bölünməsi bu elmin inkişafına gətirib çıxarmışdır. Bu elm ilk növbədə praktik səbəblərdən ortaya çıxmış, sonra isə çətin mühəndislik əsəri kimi tanınan Misir ehramlarının tikintisində geniş istifadə olunmuşdur. Çində hələ eramızdan əvvəl 20-ci əsrdə ölkənin topografik tədqiqatları üçün xüsusi qurum da var idi. Eramızdan əvvəl 7-ci əsrdə Babil və Asuriyada gil lövhələri üzərində ümumi coğrafi xəritələr tərtib edilmişdir. Eratosfen ilk dəfə dərəcə ölçmələri vasitəsilə yerin meridian çevrəsinin uzunluğunu və radiusunu heyrətamiz dəqiqliyi ilə hesablamışdır. O, haqlı olaraq geodeziyanın atası sayılır. Orta əsrlərdə Əl-Xarazmi yerin enli və uzunluq koordinatlarını dəqiqləşdirmiş, yerin mənzərəsi kitabında isə coğrafi koordinat sistemi haqqında geniş bəhs etmişdir. Əbu Reyhan Əl-Biruni geodeziyanın ən böyük dahilərindən biridir. O, triangulyasiya metodunun əsasını qoymuş və öz adını daşıyan Biruni düsturu ilə yerin radiusunu müasir hesablamalara çox yaxın, cəmi 1% xəta ilə müəyyən etmişdir. Qısa olaraq bu qədər yetər. Növbəti videolarımızda geodeziyanın tarixi barədə daha ətraflı danışarıq. Geodeziya bir sıra müstəqil elmi sahələrə bölünür. Birinci, ali geodeziya. Yerin və digər planetlərin dəqiq formasını və ölçülərini öyrənir. Bu sahə peyk ölçmələri və ulduzların vəziyyətinə əsaslanan hesablamalarla məşğul olur. Onun ən vacib işi isə bütün ölkə və dünya üçün əsas dayaq nöqtələri, yəni geodeziya şəbəkələri qurmaqdır ki, bütün digər ölçmələr də bu nöqtələrə bağlansın. İkinci, kosmik geodeziya. Bu sahə yer səthindəki nöqtələr arasındakı əlaqəni süni peyklər və təbii göz cisimləri vasitəsilə öyrənir. Üçüncü, topografiya. Yer səthinin kiçik hissələrini bütün detalları ilə öyrənir və onların xəritə və planlarını hazırlayır. Əsas işi dövlət geodeziya şəbəkəsini sıxlaşdırmaq, ərazinin relyefini və oradakı obyektləri kağıza köçürməkdir. Dördüncü, kartografiya. Müxtəlif növ xəritələrin tərtib edilməsi, çapı və istifadəsi ilə məşğul olur. Kartografiya daha dəqiq və detallı planları ümumiləşdirərək geniş miqyaslı xəritələr tərtib edir. Beşinci, fotoqrammetriya. Obyektlərin forması, ölçüsü və vəziyyətini onların fotoları vasitəsilə öyrənən elmdir.
Bu üsul çox sürətli, dəqiq və obyektə toxunmadan məlumat almağa imkan verir. 6-cı, mühəndis geodeziyası və ya tətbiqi geodeziya. Tikinti və sənaye sahəsindəki geodeziya işləri ilə məşğul olur. Bura zavodların, yolların, körpülərin, binaların və yeraltı quruqların layihələndirilməsi, tikilməsi, quraşdırılması və istismar zamanı görülən bütün ölçməli işləri daxildir. Həmçinin təbii sərvətlərin və faydalı qazıntıların axtarışı zamanı bu sahənin metodlarından geniş istifadə edilir. 7-ci, dəniz geodeziyası. Dənizlərdə, okeanlarda və sahil boyu ərazilərdə, yəni şelflərdə aparılan geodeziya işləridir. Məsələn, dəniz dibinin relyefini öyrənir və dəniz xəritələri hazırlayır. Geodeziya mühəndisi olmaq tək bir cihazı tanımaq deyil, bir neçə fundamental elmin kəsişməsində dayanmalıdır. 1-ci, riyaziyyat. Geodeziyada riyaziyyat sadəcə rəqəmlər deyil, dəqiqliyin təminatıdır. Sahədə aparılan ölçmələr heç vaxt xətasız olmur. Riyazi üsullar, məsəl üçün, kiçik kvadratlar metodu bu kiçik xətaları hesablayıb aradan qaldırmağa və ən doğru nəticəni tapmağa kömək edir. Riyaziyyat olmasa, çəkdiyimiz xəritələr sadəcə təxmini bir şəkil olardı. 2-ci, fizika. İstifadə etdiyimiz lazerli cihazlar və peyk avadanlıqları fiziki qanunları ilə nəfəs alır. Məsələn, lazer şüasının havada necə yayıldığını, atmosfer təzyiqinin məsafənin necə dəyişdiyini və ya yerin cazibə qüvvəsinin hündürlüyə necə təsir etdiyini bilmək lazımdır. Bu qanunları nəzərə almadan dəqiq mühəndislik işi görmək mümkün deyil. 3-cü, astronomiya. Yerdəki koordinat sistemlərimiz əslində ulduzların və göy cisimlərinin vəziyyətinə əsaslanır. Yerin öz oxu ətrafında necə fırlandığını və kainatdakı mövqeyini bilməklə biz yer səthindəki nöqtələrin dəqiq ünvanını müəyyən edirik. 4-cü, informatika. Müasir geodeziya artıq təkcə kağız qələm deyil, nəhəng məlumat bazasıdır. Məsəl üçün, bir dronla ərazinin şəklini çəkəndə milyonlarla nöqtədən ibarət nöqtə buludu, yəni point cloud əmələ gəlir. Bu böyük məlumatları emal etmək və coğrafik informasiya sistemlərinə yerləşdirmək üçün güclü proqram təminatları və kompüter texnologiyaları şərtdir. Dəyərli dostlar, bu hazırladığım video silsiləsi xüsusilə universitetlərdə geodeziya və geomatika, yer quruluşu ixtisası üzrə təhsil alan tələbələr, həmçinin bu sahədə ilk addımlarını atmağa başlayan mütəxəssislər üçün nəzərdə tutulub. Məqsədim 27 illik təcrübəmi sizinlə bölüşərək nəzəriyyə ilə praktika arasında o boşluğu doldurmaqdır. Bundan sonra bu tip videoları kanalımda tez-tez görəcəksiniz. Biz sadəcə nəzəriyyə ilə kifayətlənməyəcəyik, praktiki məşğələlərimiz də olacaq, xüsusilə də aşağıdakı mövzulara geniş yer ayıracaq. Məsələn, ən birinci tətbiqi geodeziya, tikinti meydançasında qarşılaşdığımız real tapşırıqlar və onların həlli yolları, sonra ölçmə cihazları, müasir GNSS qəbul ediciləri, taxiometrlər, nivelirlər və digər cihazların texniki imkanları, proqram təminatları, ölçmə datalarının emalı üçün istifadə olunan proqramlar və onlarla iş prinsipləri, sahə işləri, bir geodeziya mühəndisi sahədə gündəlik hansı işləri yerinə yetirir, nələr diqqət yetirməlidir, hər şeyi addım-addım göstərəcəyik. Əgər siz də bu peşənin sirlərini öyrənmək və peşəkar mühəndis kimi yetişmək istəyirsinizsə, kanalıma abunə olmağı və bu videoları bu sahədə olan yoldaşlarınızla paylaşmağı unutmayın. Paylaşın ki, daha çox insanlar bu məlumatlardan faydalana bilsin. Sağ olun, məndən bu qədər. Həmişə dəqiq ölçün.